Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır. Azərbaycan TV xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. Artıq sabahdan etibarən Ramazan ayı başlayır. Bu ay İslam dininin müqəddəs kitabı Qurani Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır. Ramazan ayı İslam dünyasında ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur. Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə olunur. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının 1-ci günü fevralın 19-una, Ramazan bayramı isə martın 20-sinə təsadüf edəcək. Azərbaycanda və dünyada olan ən son xəbərlərdən xəbərdar olmaq üçün Azərbaycan TV kanalına abunə ol və bəyən.